İlk önce et, soğan, sarımsak, pişmiş greçka, et çeken maşından keçiririk. Sonra üzerine doğranmış göyərti, duz, şüyüt toxumunu ovub əlavə edirik. Ardından üzerine 1 adet yumurta ve karıştırırıq. Kızdırılmış tavaya duru yağ əlavə edirik. Kotletlərə forma verip kızardırıq. Kotletləri intizar günə baxan yağda kızartdım. 100% tam təbii organik bir məhsuldur. Greçkalı kotletlər çox ləzzətli olur. Mütləq sınayın. Hazırlayacaq olan hər kəsə indidən nuş olsun. Hələlik. İlk önce et, soğan, sarımsak, pişmiş greçka, et çeken maşından keçiririk. Sonra üzerine doğranmış göyərti, duz, şüyüt toxumunu ovub əlavə edirik. Ardından üzerine 1 adet yumurta ve karıştırırıq. Kızdırılmış tavaya duru yağ əlavə edirik. Kotletlərə forma verip kızardırıq. Kotletləri intizar günə baxan yağda kızartdım. 100% tam təbii organik bir məhsuldur. Greçkalı kotletlər çox ləzzətli olur. Mütləq sınayın. Hazırlayacaq olan hər kəsə indidən nuş olsun. Hələlik. İlk önce et, soğan, sarımsak, pişmiş greçka, et çeken maşından keçiririk. Sonra üzerine doğranmış göyərti, duz, şüyüt toxumunu ovub əlavə edirik. Ardından üzerine 1 adet yumurta ve karıştırırıq. Kızdırılmış tavaya duru yağ əlavə edirik. Kotletlərə forma verip kızardırıq. Kotletləri intizar günə baxan yağda kızartdım. 100% tam təbii organik bir məhsuldur. Greçkalı kotletlər çox ləzzətli olur. Mütləq sınayın. Hazırlayacaq olan hər kəsə indidən nuş olsun. Hələlik.